Bura Təbrizin Bağşimal Parkında yerləşən Kulafərəngi imarətidir. Gəlin buranın tarixçəsi ilə və indiki vəziyyəti ilə daha artıq tanış olaq. Kulafərəngi imarəti tarixi Bağşimal Parkının əhəmiyyətli və tarixi imarətlərindən biridir. Bu saray Qacariyə dövründə rəsmi mərasimlər və müxtəlif cəşnlərdə istifadə olunardı. O zamandan qalan əkslərdə də elə bu mərasimlərin çoxuna rast gəlmək olar. Demişdik ki, tarixi Bağşimal Parkı 400 il bundan əvvəl Qaraqoyunlu və Ağqoyunlu hökumətləri zamanı tikilibdi və Səfəviyyə və Qacar dövründə də müxtəlif şahzadələr və şahlar burada müxtəlif imarətlər tikib və müxtəlif mərasimlər də burada bərgüzar olardı. Çox təəssüf ki, Pəhləvi dövründə 1308 Hicri şəmsidə burada olan imarətlərin hamısı sökülüb və yerlə yeksan oldu. Keşkə o imarətlər qalıydilər ta Təbriz və dünyadan Təbrizə gələn turistlər Təbrizin ehtişamlı tarixi ilə daha artıq tanış olaydılar. Neçə il əxirdə Təbriz şəhərdarı Bağşimal Parkında olan müxtəlif binalar və saraylardan biri olan Kulafərənginin timağına və yenidən ehya eləməsinə başlayıbdı. Təbrizin Bağşimal Parkı şəhrin lap əhəmiyyətli və tarixi yerlərindən biridir və 4-5 silsilənin ittifaqları bu parkda üzv veribdir. Xoşbəxtانه 2 il əxirdə ağay doktor Yaqub Xuşyar Təbriz şəhərdarının dəsturu ilə Kulafərəngi imarətinin yenidən tikilmə işi sürətlənibdir və inşallah bir ilin içində qurtarıb və əziz şəhərvəndlərin xidmətində olacaq.